Salam əziz şagirdlər, necəsiz? Ümidvaram ki, yaxşısınız. Deməli, bugün çevrə və dairəni güvəndən izah eləməyə çalışacağam. Deməli, 50-dən 90-a qədər izahını verməyə çalışacağam. Deməli, vaxt itirmədən başlayaq 50-ci sualın izahına. Deməli, deyib radiyusu 18 sm olan çevrənin 9/4 radian qövsün uzunluğunu tapın. İnşallah, adətən çevrənin uzunluğu bu üsuldan tapılır. Pi r alfa bölünsün 180 və ya pi d alfa bölünsün 360. Amma radianla veriləndə belə tapılır. Bu da a və ya alfa da yazıla bilər. A burada yadda saxlayın radian qiymətidir. Olacaq, yəni belə deyim də. R isə radius, yəni belə tapacam da onda. A vurma, yəni A neçədir? 9/4 vurma 18. Bu 9-dan 18 ixtisar gedirsə 2. 2 4-ündə 8. Pi yoxdur burada, elə 8 olacaq. Deməli belə. Bu radianla verilənliyini dediyim kimi belə olacaq. Qövsün uzunluğunu tapın uşaqlar. Deməli, bu pi bölünsün 7-dir. Yenə də radian qiymətindən verilib deyə qövsün uzunluğu olacaq. L bərabərdir pi r alfa bölünsün 180 düsturub da. Bu düsturu bilməlisiniz. Pi vurma r neçədir? Deməli, r olacaq. Deməli, uşaqlar baxaq bir dənə. R olacaq, deməli, 7 vurma pi. Pi bölünsün 7. Bölünsün 180-ə. Və yenə dediyim kimi, uşaqlar, pi-ni yerinə yazdım. R yazdım, 7 yazdım. Alfanın yerinə pi bölünsün 7 yazdım. Bu 7 ilə ixtisar getdi. Olacaq pi vurma pi bölünsün 180. Pi-nin də qiyməti onsuz 180 deməkdir. İxtisar getdi, cavab pi alındı. Qövsün uzunluğunu tapın uşaqlar. Bu 45-dirsə bunun qonşusu 135-dir. Alfası neçədir? 135. Mərkəzi bucaq 135-dir. Radius da var bizdə. L bərabərdir pi r alfa deyil. R 4-dür. Alfa da yəni 135-dir. Bölünsün deməli 360-a. 180-ə bağışlayın. Düsturumuz 180-dir. Deməli bundan bu getdi. 1, 45 alınacaq. 45-dən 135 ixtisar gedəndə 3 alınacaq. Cavab 3 pi olacaq. Uşaqlar baxaq indi. Deməli AK 2,8-dir. 2,4-dür. Deməli KB 10-dur. Bu 10. CK 4-dür. 4. Buna da x deyək. Kəskin vətənən xasına görə x-in 4-ü hasili 2,4-ün də 4-ü hasili 2,4-ün deməli 10-a hasili. Bu olacaq uşaqlar. Deməli x vurma 4 bərabərdir. 2,4-ü 10-a verəndə 24. X tapdım 6. Deməli uşaqlar bu 6-dırsa bu 6-dır. Bu da 4-dür. Ümumi DC nə qədərdir? DC 10-dur. Diametr daxı DC-də. Diametr 10-dursa radius neçə olacaq? 5 olacaq. Deməli bu DO nə qədərmiş? 5. Bu da 2 imişdir deməli. Bu ümumi deməli 10 eləmək üçün 5 yox 1 imiş. 6 eləmək üçün. İndi bizə deyib çevrənin uzunluğunu tapın. Çevrənin uzunluğu da C bərabərdir 2pi r düsturundan hesablanır. Yəni 2pi r neçədir? Radiusu 5-dir. 2pi vurma 5 10 pi olacaq. Cavab bu şəkildə. İnşallah bu asandır. Deməli 125-dirsə bu qövsü tapa bilərəm. Bax bu bucaq var ha, baba bu bucaq. Hansı bucaq? A, B, C. Hansı qövsü söykənib? Bax bu qövsün hamısı söykənib. O baxımdan bu qövs onun 2 qatı olacaq. 125-in 2 qatı 250-dir. 360-dan 250 çıxanda bu qövsü nə qədər tapacam? Bu minor qövsü də tapacam 360 110. Bu 110-dur. O baxımdan da 110 olduğu üçün də elə mərkəzi bucaq var ha, söykəndi qövsü verib. Deməli bu da 110-dur. Amma daxili çəkilmiş bucaq olsaydı onda 55 olacaqdı. Amma bu yenə dediyim kimi x 50 deməli 110 olacaq. Uşaqlar, çevrənin əgər 4 bucağın daxilinə çevrə çəkilirsə, qarşı tərəflərin cəmi eyni olmalıdır. Yəni x plus 6 bərabər plus 4-ə qarşı tərəflərin cəmi bərabər 700-sə 5 eləndə 12. X plus 10 bərabərdir 12-yə, x isə bərabərdir 2-yə. Bizə nə istəyib? X istəmişdi. 2 olacaq orada. Deməli, davamına baxaq uşaqlar. Məncə elə də çaşdıran suallar yoxdur. Deməli, uşaqlar, biz bilirik ki, bu A-dırsa bu 2A-dır. Bundan işləyib nəsə tapa bilərəm. Hə, yox heç. Bu bucaqdan bu bucağın cəmi. Buna toxunan olduğu üçün, 90 olduğu üçün
Deməli, alfa ilə deməli, B-nin cəmi 180. Çünki qarşı-qarşıya dayanan bucaqların cəmi 180 dərəcədir. 406-dan alınır. Alfanın yerinə nə yaza bilərəm? Elə 2A yaza bilərəm də. Mərkəzi bucaq söykəndiyi daxili bucağın 2 qatıdır həmişə. Elə bunu yerinə yazıram. Deməli, 2A üstə gəlinsin B bərabərdir 180-ə. Bunun altına yazıram A plus B bərabərdir 100-ə. Tərəf-tərəfə çıxıram. 2A-dan A-nı çıxanda A, B-dən B-ni çıxanda. Getdi 180-dən də 100-ü çıxanda 80. A 80-dir. B-ni necə tapıram? 2 vurma 80 deyil. O dedikcə 2 vurma 80 160. Cavab 160 olacaq. Paralel verilib. Nə gözəl, nə gözəl. Bir də bizə ADY bucağını verib. ADY. Hansı bucaqdır o? Y olmaz. Bəlkə bu F, Y imiş elə bu. Hə, bu imiş deməli onda. Y, deməli bu onda 34-dür. 34. 34 isə bu qövs nə qədər olacaq? 68 olacaq. Toxunanla vətərin arasında qalan bucaq həmişə 68. Bu paralel şərt olduqca burada Z qaydası var da, deməli bu da 34-dür. Bax, 34. Bu 34-dürsə, deməli çarpazlığa görə bu da 34-dür. Bu dilizin isə 68. Uşaqlar, deməli bu çevrəni 2 hissəyə bölür. Diametr çevrəni 2 hissəyə bölür. 180 bu tərəfə düşür. 180 də bunun hamısı 180-dir. 68. Toplayıram 68-i. Toplayıram deməli. Üstə gəlirəm bir dənə də A-nı bərabərdir 180-ə. Bu qövsü tapmaq istəyirəm. Bircə qövsün. 100 deməli 36. Üstə gəlsin A bərabərdir 180-də. A-nı tapanda 180-dən 136 çıxacam. O deyəcək 52 yoxsa 42. Tapdım, 42 tapdım bunu. İndi uşaqlar bizə nə istəyib? BAC bucağın. Yəni bu X bucağın. X boyudur. 42 bucağın da yarısı neçə olacaq? 21. Cavab 21 olacaq. Deməli uşaqlar davamına baxaq. ABC 55-dir. Ana ABC 55-dir. ABC 55-dir. Bunu birləşdirərəm bir də. Görsün bir dənə bu üç bucağı birləşdirim. Bu 55-dir. Bu bucaq 55-dir. Şəkili qoyub, mən də onu oxuya bilmədim tam. OAD 50-dir. OAD. Bu 50-dir. Bizdən də ADC-ni istəyib. ADC-ni istəyib. Bu bucaq. İndi baxaq bir dənə. İndi uşaqlar tapmaq asandır, çətin deyil. Təbii ki, asandır. Diametrdə heç bir şey deyilmir. Yox, diametr deyil. Diametr bu olardı. Heç bir şey deyil. Deməli, bu 55-dirsə, bunu üç bucağı tamamlayıb neçə eləmək olar əslində? Bunu diametrə tamamlasam, bu 50-dirsə bu 100-dür. Bu 100-dür. Bu 55-dirsə, deməli, bu qövs olacaq. Amma çox elədi yox. 180-dən çox elədi axı. Deməli. Kəskin vətənlərə görə bir şey eləmək olar. Kəskin vətənlər ona uyğun nəsə eləmək olar təbii ki. Kəskin vətənlər amma biz arasında qalan bucağı tapmaq istəyirik də. Bir dənə bizim nəyim? Tapmaq olur. Necə? Bu 100. Bu 100. Bax belə. Bu 55-dirsə bu qövs acı qövs olacaq 110. Bu bucağı bizdən istəyib X bucağı. X bucağı da bax vətənlərin arasında qalan bucağa bax, baxın bir dənə. A, B, C, D. Bu bucağı da X. Mən X bucağını tapanda bu qövsü toplayıb 2-yə bölmürəm. Bunda da 110-la, bunu bucağı tapanda 110-la 100-ü toplayıb 110-la 100-ü toplayacam dəqiq. Bəli, kəskin vətənlərində tapıram da, deməli. Amma bir dənə baxaq yenə də. Mən orada bu 110 tapdım. Bunu 100 tapdım. İndi daha çox böyük oldu axı. Bu sualı nəsə uşaqlar, özümdə şərtində çox məsəf götürmüşəm. Yoxsa sualı problemli sual deyil. Baxarıq yenə. D bucağını istəyib bizdən. Deməli bu 15-dirsə uşaqlar, bunun sökünən qövs olacaq 30. Bu alfadırsa,
Bu da 2 alfa olacaq. Uşaqlar, kəsən xassası yadınıza gələrdə 10 bərabərdir. Böyük qövsdən, bax bu bucaq bərabərdir. Böyük qövsdən, yəni 30-dan çıxacam 2 alfanı böləcəm 2-yə. Çarpaz şəkildə eləsəm 20, 2-ni 10-a vərsəm 20 bərabərdir 30 vurma 2 alfa. Çıxılsın 2 alfa. 2 alfa bərabərdir 10-a, alfa bərabərdir 5-ə. Alfanı 5 tapdım. Alfa 5-dirsə, bizə nə istəyib? D bucağını istəyib, bu da 5 dərəcə. Cavab 5 olacaq. X bucağını tapın. Bax, əgər 4 bucağın daxilinə, çevirən daxilinə 4 bucaqlı çəkilirsə, yadda saxlayın ki, qarşı bucaqdan cəmi 180 dərəcə olmalı. Bu 102-dirsə, deməli bu olacaq 78. 78 olacaq. İndi 3 bucağa baxın bir dənə, bu 3 bucağa. Bu 3 bucağın daxili bucaqların cəmi nə qədər olmalıdır? 52, 3-dür, 1. Bir dənəsi 78-dir, bir dənəsi x-dir. Bərabərdir 180-ə. 53-dən 78 toplayanda 131 plus x bərabərdir 180-ə. X-i tapanda 180-dən 131 çıxanda 49. Cavab 49 olacaq. Bizdən deyib DBY bucağı 60-dır. D budur. BY bu 60-dır. Sonra DCF isə bu 50-dir. Uşaqlar, bu 60-dırsa bu qövs nə qədər olacaq? 120. Bu 50-dirsə bu qövs nə qədər olacaq? Yəni toxunanla vətərin arasında qalan bucaq bu da 100. Düzü. 120 100. Toplayanda neçə eləyir? 220. 360-dan 220-ni çıxıb bu qövsü tapa bilərəm də. Olacaq 140. Bax bu 140-dan bu x-in cəmi nə qədər olmalıdır? 180 olmalıdır. Görürsən həmişə 180. Elə bu ümumiyyətlə həndəsə 180 həmişə. Olacaq 40. Qurtardım. Deməli uşaqlar davamına baxaq. YAD 40 dərəcədir. Baxaq. YAD. Bu 40 dərəcədir. Yəni kəsənlərin arasında qalan bucaq 40 dərəcədir. YFD. YFD. Bu bucaq 80 dərəcədir. 80. İndi heç nə. Buna mən alfa deyirəm, buna beta deyirəm. Birinci qaydaya bax. Betadan alfanı çıxıb bölsəm 2-yə bərabərdir 40-a. Kəsənlər arasında qalan bucaq böyük qövsdən kiçik qövsə çıxıb bərabər eləmək lazımdır. Beta çıxılsın alfa olacaq 80. İndi bir də alfadan betanın cəmi və ya betadan alfanın cəmi bölünsün 2 bərabərdir 80-ə. Beta çıxılsın alfa plus alfa bərabərdir 160-a. 160. İndi yazıram. Beta çıxılsın alfa oldu 80. Beta plus alfa bərabərdir 160. Tərəf-tərəfi toplayıram. 2 beta alfa ilə islah etdi. 80 ilə 160 toplayanda 240. Betanı tapanda 242 biləndə olacaq 120. Beta 120-dir. Alfanı tapmaq nə var ki? Alfanı tapanda 120-dən nə çıxanda 80 alınır. Bu da olacaq 40 olacaq. Bizə nə istəyib? YBD-ni istəyib. YBD-ni. Bax, bu bucaq bizdən istəyib. Bu bucaqda uşaqlar olacaq. Deməli, bu 40-dırsa, bax, bu 40-dırsa, bunun yarısı nə qədər olacaq? 20. Cavab 20 olacaq. Bu uşaq, bu sualda nəsə boşluq var. Baxarıq yenidən. Bax, bizdən BAK-nı deyib ki, 60-dır. 60-dırsa, bu qövs nə qədər olacaq? 120. Bu 120-dirsə, mərkəzi bucaqda 120 olacaq. Deməli, bizdən AB 12 kök altında düşdürsə, bunun radiyusu da 12 olacaq. Bu da 12-dir. Qaydaya əsaslandırıram. Və ya 30-60 bucağını işləyə bilərəm. Qövsün uzunluğunu deyib, L bərabərdir pi r alfa bölünsün 180. Pi r nə qədərdir? 12 alfa 120 bölünsün 180-ə. İkisini də 60 ixtisasım 2, 3. Bundan bunu ixtisasım 4. 4 kimdə 8 pi. Deməli, uşaqlar, deyib BOC bucağı, BAC bucağından. BAC bucağından gələn bir x deyək. Bu, ondan 20 dərəcə böyüdürsə x plus 20. Bunların cəmi nə qədər olmalıdır? X plus 20 bərabərdir 180-ə. 2x plus 20 bərabərdir 180-ə. 2x bərabərdir 180-dən 20-ni çıxsam 160-a. 2x bərabərdir 160-ı 2-yə böləndə 80. Bizə nə istəyib?
AMC, yox, BMC bucağı. Bu 80-dirsə, bu olacaq 100. 100 isə bu da mərkəzi bucaqdır, 100 olacaq. İndi bu buc qövs istəyib. Yəni minoru verib bizə 100. Majoru da tapanda 360-dan 100-ü çıxacam. 360 çıxılsın 100, ödəyəcək 260. Cavab 260 edəcək. Paralel şərtini verib DAB nə qədərdir? DAB bu 30. Bu 30 da bu 60-dır. Daxilə çəkilmiş bucaq sökəndə qövsünü yazdı. 60-dırsa paraleldə axı eyni vaxtda bu da 60-dır. Bizə nə istəyib? AOC bucağın. Bu da 60 olacaq. Mərkəzi bucaqda sökəndə qövsə bərabərdir. Deməli 60. Çox sadə. Gedək davamına. Yenə də BOC, yəni toxunanların arasında söhbət var. BOC 50-dir. O yoxdur. O bu. Bu 50-dir. 50-dir. BAC bucağını deyib tap. BAC. Hə, asandır. Bu 50-dirsə bu 100. Bu bucaq bu qövsü ilə bu bucağın cəmi 180 dərəcə olmalı. Bu da 80 olacaq. Tərəfləri uşaqlar daxilə çəkilmiş çevrənin radiusu düsturun bilməlisiniz. R bərabərdir. ABC bölünsün 4S düsturundan tapılır. Yoxsa xarici çəkilmiş idi. Daxilə çəkilmiş P bölünsün S düsturu. Amma bu da P yarım perimetrdir. S-i necə tapacam? Heron düsturumuz var. Bizim sahələr düsturunda keçsəm. P yarım perimetrdən söhbət gedir indi. P vurma P çıxılsın A, P çıxılsın B, P çıxılsın C. Deməli belə. Gəlin perimetr tapaq əvvəlcə. 5, 5, 6-dırsa yarım perimetr necə tapırlar? Toplayırlar. Bölürlər 2-yə. O da necə 8. S bərabərdir. Kök altında 8 vurma. 8-dən 5 çıxanda A budur. Elə başa düşün ki. A budur, B budur, B budur. C də 6-dır. 8 çıxılsın 5, 3. İndi 3. Bir də 8-dən 6 çıxanda 2 qalacaq. Bu da olacaq. 8 üçün 24. Elə 3 vurma 3-dən 3 çıxacaq. 8 üçün 16, 16, 4 çıxacaq. Elə də 12. Perimetr 12. O baxımdan da S bərabərdir. Yarım perimetrini isə tapmışdım. 8 tapmışdım. Nə deyəsən? 8 bölünsün S. S deməli olacaq R bərabərdir özü. Daxilə çəkilmiş R bərabərdir. Bunu isə tapdım 12. 8, 12-ni ixtisar edəndə ikisini 4-ü ixtisar edəndə 3-də 2 alınacaq. Belə uşaqlar, Heron düsturu idi. O baxımdan da bunu yəni düsturun yazmışam, xahiş edirəm ən sonda da çevirədə. Qaydalarda, konseptlərdə var. Sağ olun, salamat qalın.